Çanta, ayaqqabı və ya kəmər aldıqda biz onları uzun müddət istifadə etməyi düşünürük. Lakin təəssüf ki, bu mümkün deyil. Əşyalar müəyyən müddət sonra cızılır və yaxud da ki, istifadəyə yararsız hala gəlir. Bu zaman bəzi insanlar düşünür ki, artıq o əşyanın ömrünün sonudur. Amma bəziləri isə onu bərpa etdirir, ona yeni funksionallıq qazandırır. Başqa bir dillə desək, ona yenidən can verir. İndi isə biz bu sahənin detallarını danışmaq üçün buradayıq. Emrah xanım, mən sizi tanıyıram. İstəyirəm ki, izləyicilərimizə sizi tanısın. Özünüzü təqdim edə bilərsiniz. Tabii ki. Mehmetova Elnure. Deri bərpasında çalışıram. Bəs bu sahə o qədər də tanınmış bir peşə deyildim deyə Təbii ki. bilərəm. Siz neçə ildir bu işlə məşğulsunuz və necə başladınız? Mən 6 ildir bu işlə məşğulam və bir dəfə ayaqqabılarımı bərpa boyaya verdim və o qədər sevdim ki və düşündüm ki, bunu mən edə bilərəm. Bəs dəri bərpası ilə məşğul olmaq nə qədər çətindir və necə bir incə sənətdir? Deri bərpası ilə məşğul olmaq ən birinci zərgərlik işi tələb edir. Səbir tələb edir, sevgi tələb edir. Hər bir sahədə olan kimi bu sahədə də daha çox sevgi vermək lazımdır. Çünki sevgi ilə görünən işin bəhrəsi tam başqa bir şey olur. Emrah xanım, bildiyim qədərilə sizə bilet məhsullar çox gəlir. Bəs bu məhsulların bərpasına çətinlik yaşayırsınız? Bilet məhsullar bəli, çox məhsullarımız gəlir, problemlərimiz də var, bəli. Çünki materiallar Avropa istehsalı və Türkiyə istehsalıdır. Eyni zamanda da onlarla işləmək incə rəssamlıq işi tələb edir. Elnur xanım, bəs dəri məhsullarını bərpa edərkən nələrə diqqət edirsiniz? Birinci növbədə dərinin sürətine, dərinin vaxtının keçib keçmədiyinə. İkinci növbədə dərinin hansı boyanı götürdüyünə, hansı boyanı qəbul etdiyinə. Ən əsası isə hər bir dəriyə individual yanaşma var bizdə. Biz hər bir işə individual yanaşırıq. Yəni insanlara necə individual yanaşır həkimlər? Biz də hər bir əşyaya elə yanaşırıq. Bəs ən çox hansı əşyaların bərpası gətirilir sizə? Çantalar, ən çox gələn çantadır, Hı hı. ayaqqabılardır, sapaşkilərdir. Yəni istifadə olunan Tullantıların azalmasına töhfə verir. əşyalar, belə bir şey deyim sizə, yenidən istehsal olunaraq ucuz qiymətə insanlara təqdim olunur. Bəzən insanlar əşyalara sadəcə bir əşya olaraq deyil də bir xatirə olaraq baxırlar. Heç emosional hekayəsi olan bir əşya ilə qarşılaşmısınız? Hətta mən sizə deyərdim ki, anası rəhmətə gedən bir müştərimiz var. Anasının, belə sizə izah edim, 45-ci ilin basunuşkalarını bizə gətirmişdi və biz ona yenidən can verərək biz onu müştərimizin göz yaşı ilə qaytardıq. Yəni müştərimiz o qədər emosionallaşmışdı ki, yəni siz mənim anamı mənə qaytardınız kimi. Yəni qıraqdan bəlkə də başqa cür görünə bilər. Amma mən sizə bir söz deyim. Hər bir əşya bir dəyərə, bir xatirəyə malikdir və xatirəsini qaytarmaq nə deməkdir? Siz ona əşya qaytarmırsınız. Biz müştərimizə əşya qaytarmırıq. Biz müştərimizə onların xatirələrini, onların o anları bir də yaşaması üçün bir şans veririk. Və sizin əşyanıza verdiyiniz dəyər bizim sizin əşyanıza verdiyiniz dəyər qədərdir. Çox təşəkkür edirəm. Biz sizə minnətdarıq və sizə də uğurlar arzu edirik. Çox təşəkkürlər.